Uğurlu xətib təbii ki, o xətibdir ki, hər iki tərəfi nəzərə alır. Yəni həm əqli, məsələn, heç vaxt əqli dəlillər tərk olunmamalıdır. Çünki dinin əsası əqli dəlillərdir. Yəni ağıl qane olmasa, duyğu da bəzən tabe olmur. Ağıl tabe olmalıdır, yəni qane olmalıdır daha doğrusu. Yəni hər şey oradan bax. Ora qapıdır. Ora qapıdır. O qane olmasa, istər-istəməz insan yaxşı da duyğulana bilmir, onu da deyim. Bəli. O emosional hisslər də oyana bilmir. Çünki hər şey o qapıdan girməli və hər şey məntiq əsasında, ağıl, rasional formada insana çatmalıdır və onun həqiqətini insan dərk etməlidir. Ondan sonra duyğusal baxımdan da insan bağlanır ona. Yoxsa ağlı kənara qoysaq, sırf duyğu ilə bir şeyə bağlansaq, heç vaxt belə deyək də çətin anlarda, o mürəkkəb vaxtlarda heç vaxt insan o dəngəni keçə bilmir.